Uşaqlıqdan vurduğumuz xəyallara addım irəliləyir. Yadına gəlir, o kəndin kənarında, çayın qırağında vurduğumuz xəyallar. Siyahdan sarı. Doğrudan da gözəl günlər idi. Hələ biz körpə idik. O xəyalları vuranda doğrudan da vaxt zaman tez gəlib keçir. İndi maşallah artıq o xəyallara gəlib nail olmuşuq, qurduğumuz şirkət, bir çox insanlar oradan işləyib əmək haqqı qazanır. Hələ yadıma gəlirsən o körpəlikdə o nənəmizin qaladığı təndir var idi ya, onun üstündə qurduğumuz hələ mən institut devrini demirəm sənə. Orada bizim çox qurduğumuz xəyallar var idi. İnşallah yavaş-yavaş hamısı gerçək olur. Amma bu işləri daha da genişləndirmək üçün Nicat, mən bir neçə aylıq xarica getməliyəm. İnşallah gedib sağ-salamat qayıdıb, həm özümüzü, həm evlatlarımızı gözəl günlər gözləyir, işıqlı günlər gözləyir. İnşallah, salamat gedəcək. Yəni, bəlkə getməyini bir yaxşı qeyd edəlim. İnşallah edərik. Sağlıq olsun, gedim bu işləri yoluna qoyum, gəlim. Allahın köməliyi ilə onları da xüsusi qeyd edərik. Amma Nicat, sən mənim gözüm heç yaxşı dəymirsən. Yox, narahat olma. Elə belə şey, biraz soğuqlamışam. Narahat olma. Elə belə deyil, Nicat. Sən mənim gözümə yaxşı dəymirsən. Sən məsələn soyuqlanırsansa bir həkimə aparırsan, ondan sonra gedəlim. Yox, narahat olma. Sən Allah şübhana beləsin, get. Mən də gedim, biraz yarın çıxışlarım var. Onu yerinə getirib gələcəm inşallah. Sən məni yola salmırsan. Elə bir ki, yola salım. Sağ salamla. Get. Nicat. Mən də görüşərim inşallah. Nicat, sən məni yola salmırsan. Sağ ol. Maraqlı. Bu axır zamanlar bu Nicatın heç işlər mənim xoşuma gəlir. Kimə deyəsən, necə deyəsən. 2 körpə balası var, bir də xəstə anası. Yenə atası rəhmətli sağ olsaydı, nəsə bir məsləhət eləmək olardı. Ey Həsən dayı, Allah sənə rəhmət eləsin. Oradan da sən sağ olsaydı, bəlkə də bu işlər baş verməz. Özümdəki təyyarıya yetişirəm. Amma çox narahatam ki, mən gedəndən sonra bu işlər nə tər olacaq, necə olacaq. Amma bu Nicatdan çox narahatam.
istəyir. Məni çağırırsan, buraysan. Mən isə yox, yox. Gör bir nə gündəyəm. Gör bir nə gündəyəm. Dünən mən haradaydım? Dünən mən haradaydım? Bax, bugün mən haradayam? Görəsən sabah olacaq. Sabah. Yox, sabahlar məni sevmir. Çünki sabahlar məndən qorxur. Sabahlar məndən qaçır. Çünki sabah gəlsə. Çünki sabah gəlsə mən olmayacaq. Eşidirsən? Hatırlayırsan məni? Axı sən də mənim kimiydin. Sən də mənim günümdeydin. Saat 1'de başlayıp gelecek. Tədbiq yok. İşlərlə. Saat 1'de başlayıp gelecek. Minlərlə toplanda sanki elə bir Tanrımın qolları məni səmaya qaldırdı. Mən havada uçurdum. Biz elə bir yerdə ki, yerin ağır gücünü hiss eləmirdim. Sanki birdən qanatlarım qırıldı, düşdüm. Elə bir dərin yerə ki, heç kəs məni görmür. Bəlkə də görmək istəmir. Bilirsiniz niyə? Bilirsiniz, yox, bilmirsiniz. Çünki mən əvvəlki zat deyiləm. Görəsən məni evdə gözləyən var. Axı mən necə gedim o evə? Hər gün kənardan evin yanan işıqına baxır. Oğlum maşallah böyüyüb, cüssəli bir oğlan olur. Hələ qızımı demirəm. Məktəbli forması, 2 yerə ayrılmış saçları. Hər gün istəyirəm onu bağrıma basım, ona elə qoxlayım ki. Amma yaxınlaşa bilmirəm. Hər gün məktəbdən çıxanda onu izləyirəm. Bilirsiniz niyə yaxınlaşmıram? Çünki yoldaşlar onu görüb utanmasın, yoldaşların yanında onu utanmasın. Hələ anam. Ana. Çok sağ olaydın ana. Gör bir ne gündəyim ana. İstəyirəm, ana yanımda olasan. Körpə bir uşaq kimi dizinin dibində oturub ağlamaq istəyirəm, ana. Ana, qayıt mənim bəladan tutar, ana. Yox! Mən burada qalmaq istəmirəm. Tutarım mənim bu bəladan. Tutarım! Xahiş edirəm, sizə yalvarıram, mən bu bəladan tutarım. Görəsən, Durma kalmıyor. sabahlar məni sevir. Yox, sevmir. Yalvarıram.
xahiş edirəm, məni bu bəladan tutarın. Deyirəm, görəsən sabah olacaq. Bəlkə də sabah görərəm. Bəlkə də görmərəm. Amma sabah gəlsə, çox demirəm. Sabah mənə bir damcı, bax, bir damcı işıq gətirsin, bax, bir damcı işıq. Biraz işıq gətirsin. İşıq, xahiş edirəm, məni tutarım bu bəladan. Bir narkomanın haykırışını, çığırışını, səslərinə hər birimiz diqqətlə qulaq asaq və bir daha dərk edək ki, narkotikə yox demək vacibdir. Biz bugün narkotikə yox deməklə sevgiyə, ümidə, sağlam gələcəyə təminat vermiş olur. Bizim bu kiçik tamaşada azca olsa da narkotika bəlasının necə bir təhlükəli bir insan həyatını cəhənnəmə çevirdiyini əgər sizlərə ötürə bildiksə, bu tamaşanın ərsəyə gəlməsində əziyyəti olanlar var ki, mən onları səhnəyə dəvət etmək istəyirəm. Ssenari müəllifi özümün olduğu Kölgələr içində tamaşasının rejissoru Tofiq Babazadə. Narkomanın dostu obrazını canlandıran gənc aktyorumuz, istedadlı aktyorumuz Şaniyə Mustafayev. Və bir narkomanın həyatını sizlərə canlandırmağa çalışan, Nicat obrazının öhdəsindən məncə gözəl gələn aktyorumuz İntiqam İbrahim. Əziz tədbir iştirakçıları, mən də sizə hər birinizə təşəkkür edirəm. Gözəl vaxtınızı sərf ediniz, gəldiniz. Yəni mən tədbirin əvvəlində qeyri-rəsmi olsa da bir balaca çıxış elədim. Narkotika bəlası nəinki bizləri, bütün dünyanı ağuşuna almış bir bəladır. Və təşəkkür edirəm bizim Quruluş Şöbəsinin əməkdaşlarına, ki, burada gəldiniz, iştirak edədiniz, maarifləndirdiniz. Və bizim məqsədimiz bu günlərin burada maarifləndirici bir obraz yaratmaq idi. Yəni, biz istədik burada göstərək, düzdür. Aktyorumuz o qədər emosiyaya qatıldı ki, mən açığım deyib, o qədər emosiyaya qatıldı ki, o deyəcəyi sözlərin demək olar ki, hələ bir yarısını da unutdu. O qədər emosiyaya qatıldı ki, çünki bu elə bir bəladır ki, onu oynamaq, yəni, hətta həyatda bir siqaret çəkməyən, içməyən bir insanın gəlib belə bir oynamağı həqiqətən də çox böyük, çətin bir prosesdir. Sağ olsunlar, təşəkkür edirəm. Və inşallah ki, bundan sonra da bu mövzulara tez-tez müraciət edəcək, sizin də iştirakınızı hər zaman gözləyirik, bizim üçün xoşdur. Və Nilüfər xanım,